Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şahli sadri ve yessir li emri ve hlul ukdem min lisani yefkahu kavli. Allahumme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma ba'd. Aziz qardaşlar, İmam Nəvvi rahimehullahın 40 hədis kitabının tədrisinə davam edirik və biz 5-ci hədisi keçən dərsimizdə xatırlayıcısı götürdük və hədisin mətnini həmçinin hədis ravisi Abdullah bin Məsud radiyallahu anhunun həyatını birinci hədisin birinci dərsində götürmüş olduq. Və sonra bugünkü mövzumuz hədisin şərhinə başlayırıq. Və hədisin əvvəlində İbn Məsud radiyallahu anh buyurur ki, Həddəsənə as-sadiqul məsduq. Doğru danışan və təsdiq olunan bizə belə dedi. Rasulullah sallallahu aleyhi və səlləmi doğru danışan və təsdiq olunan deyə vəsf edir. Yəni, bu sahabələrin həmişə işlətdiyi deyil də, bəzi hədislərdə bunu işlədir. Nəyə? Xüsusən o hədislər ki, qeyb elminə bağlı hədislər idi. Və bu hədisin də xatırlayırsınızsa, biz keçən dərsimizdə dedik ki, yəni bu hədisin mətnində nədir? İnsanın ana bətnində keçdiyi mərhələlərdən bəhs edir. İnsanın ana bətnində keçdiyi mərhələlər, o mərhələlər Rasulullah sallallahu aleyhi ve sellem zamanında bir qeybi məsələ idi. Yəni onların bugünkü günü tibb elmindən, müasir tibb elmindən bilinməsinə baxmayaraq, lakin o zaman bu bilinməyən bir şey idi. Hətta o mərhələlərin bəzi incəlikləri var ki, hədisdə keçən, o bugünkü günü də hansı ki, onun ora mələyin gəlməsidir, ruzinin, əməlin, əcəlin yazılması və s. Bu şeylər bugün də elmə bəllidir, yenə də qeyb elmidir. Ona görə də İbn Məsud radiyallahu xüsusi olaraq vurğulayır ki, sadiq, doğru danışan bizə bunu dedi. Bu sözlərdə yalan olmaz. Və təsdiqlənən, sözü təsdiqlənən bizə bunu xəbər verdi. Ki, Rasulullah s.a.v. buyurur, sizdən biriniz anasının bətnində 40 gün nütfə, yəni su halında cəm olunar. Yəni o müxtəlif insanın bütün bədənindən cəm olunur və o ana bətnində yerləşdirir. Təbii ki, elm, müasir tibb bunun necəliyini, orada necə ora yapışmasını və s. Müasir tibb elmi bəzi məsələləri bugünkü günü onu insanlara açıqlayır. Və Rasulullah sallallahu aleyhi və səlləmin sözünün davamında buyurur ki, sizdən biriniz 40 gün müddətində nədir? Orada nütfə halında 40 gün müddətində olur. Yəni bu o deməkdir ki, yəni onun dəyişməməyi 40 gün müddətində o dəyişmir. O dəyişmir. Lakin surət alması, forma alması, bəli, bu baş verə bilir. Yəni bəziləri zənn edir ki, insanın bətnində forma alması, surət alması, yəni o 4 aydan sonra olur. Xeyr, o həmin müddətdə də artıq forma alır. Lakin onun yaradılışının əsli nədir? Su halında olur. Sonra yavaş-yavaş onun rəngi dəyişir. 2-ci 40 gündə rəng dəyişir. Həmin qızartıya doğru gedir və Rasulullah s.a.v. deyir, ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ. Sonra həmin müddətdə də bir qan laxtası halında olur. Yəni 40 gündə, yəni o birdən-birə bir günə dəyişib, sudan qan laxtasına çevrilib, 40 gündə qan laxtası kimi durmur. Yəni onun ikinci perioda keçməsi 40 gün vaxt alır. Və sonra deyir ki, üçüncü ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ. Sonra isə çeynənmiş ət parçası şəklində olur və o da həmin müddətdə. Yəni o da yavaş-yavaş o qan laxtasının o prosesə dəyişməsi də həmin müddətdə baş verir. Lakin burada bir dənə məsələ qalır ki, bəzi hədislər var ki, bu hədisdə İbn Məsudun hədisində, hansı ki biz keçdik, bu hədisdə 3 dənə etapdan, 3 dənə perioddan bəhs edilir və hər biri də 40 gündən olmaqla 120 gün olur. Və yəni hədis sonra deyir ki, ثُمَّ يُرْسَلُ إِلَيْهِ الْمَلَكِ. Sonra ona mələk gələr və ona əmr olunar ki, 4 kəlməni ona yazsın. Lakin qardaşlar, burada bir məsələ var. O da hansı məsələdir?
Yəni bu hədisdən başa düşülən odur ki, insanın cinsiyyətinin yazılması, ruzisinin, əməlinin, əcəlinin, yəni bu 4 kəlmənin yazılması 4 ayında baş verir. Bəziləri deyir ki, yəni bəs yaxşı, onda məsələn 3 aylığında həkimlər necə bilir uşağın cinsiyyətini? Hədisin başqa ləfzi var. Hansı ki, Huzeyfə ibn Useyd radiyallahu anh hədisidir. Orada Rasulullah sallallahu aleyhi ve sellem buyuruyor ki, nütfənin üzərindən 42 gün keçəndən sonra Allah ona mələk göndərir və onu bir surətə salar. Onu yaradar, onun qulağını, gözünü, dərisini, ətini, sümüyünü yaradar. Sonra mələk deyər ki, ey Rəbbim, kişimdir yoxsa qadındır? Və Allah Azze və Cəllə istədiyi hökmü verər, o yazar. Sonra mələk onu yazar. Sonra deyər ki, ey Rəbbim, onun əcəli, Allah Azze və Cəllə əcəlini xəbər verər və o da mələk də əcəlini yazar. Sonra deyər ki, ey Rəbbim, ruzisi və Allah Rəbbin də deyir, onun ruzisini yazar. Sonra mələk də onu qeyd edər. Sonra deyir ki, mələk bir həmin səhifə elində, həmin səhifə ilə çıxar və oradan əmr olunana heç nə artırılmaz, nə də ondan azaldılmaz. Və burada 42 gün həddi gəlir. O yüzdən də alimlər deyirlər ki, artıq deməli onun yazılması 42 gündə baş verir. Artıq onun yaradılışına Allah Azze və Cəllə qərar verir. Bəs orada digər hədisdə isə 4 ay gəlir. Bu alimlər arasında bu hədisləri cəm etməkdə müxtəlif fikirlər var. Bəziləri deyir ki, yəni bəzi insanlarda yəni 42 gündən 4 aya qədər bu müddət ərzində mələyin gəlib yazması mümkündür. O yüzden də biz fikri bir məsələyə toxunaq. Hansı ki, hədisdən yəni kənar bir məsələ olsa da, amma gerəkən bir məsələdir. Abort etmək hər bir halda haramdır. Abort etmək hər bir halda icazəli deyil. Yəni, hətta 5 günü, 10 günü səbəbsiz olaraq. Amma çox önəmli, dəhşətli bir hal olarsa, zəruri bir hal olarsa, 40 gündən öncə bəzi alimlər, o da hamısı deyil, bəzi alimlər abort etməyə icazə verirlər. Amma nə zaman? 40 gündən öncə. Çünki 42-ci gündən sonra bu şeylər yazıldıqdan sonra artıq onun bir məxluq olmasına qərar verilənə, sən artıq ölümünə hökm vermiş olursan, bu da haramdır. Lakin ondan öncə o da hər bir halda deyil. Burada qalır bir dənə məsələ, alimlər deyirlər ki, azl məsələsindən danışırlar. Yəni insanın, yəni nütfəni, spermanı ana bətninə deyil, çölə çıxarıb atmasını, buna azl deyirlər. Rasulullah sallallahu aleyhi ve sellem bu barədə soruşulur, deyir ki, Allah əgər bir nəfsi yazıbsa, o baş verəcək. Bu məsələ icazəlidir. Əslində şəriətimizdə icazəlidir. Yəni qorunma yollarından sayılır. Lakin yəni bu aborta qiyas olunmaz. Yəni çünki sahabələr bəzilərindən gəlir ki, soruşurlar ki, biz onu bir kiçik uşaq qətili sayırdıq. Rasulullah sallallahu aleyhi ve sellem onlara deyir ki, xeyr, Allahın yazdığı bu sizə buna görə bir günah yoxdur. Bu qətil sayılır. Çünki o hələ qərar tutmayıb. Ana rəhminə daxil olmayan bir şeydir. O ana rəhminə daxil olduqdan sonra ölümünə hökm verilmiş, yəni öldürülməsi, insanlardan öldürülən bir nəfs kimi qiyaslana bilməz. Deməli bu nədir? Bu isə icazəlidir. Lakin artıq o ana bətnində yerləşdirsə, onu abort etmək haramdır, icazəli deyil. Və burada Peyğəmbər sallallahu aleyhi və səlləm dediyimiz kimi 3 mərhələni, yenə deyirəm, 3 mərhələni zikr edir ki, Allah Azze və Cəllənin insanın ana bətnində keçdiyi 3 mərhələdən bizə xəbər verir. Əslində isə ümumiyyətlə ana bətnində olan mərhələlər 3-dən daha çoxdur. Necə ki, Allah Azze və Cəllə Quran-ı Kərimdə o mərhələləri bizə bir neçə yerdə xəbər vermişdir. Və bundan sonra deyir ki, ona əmr olunur ki, 4
şeyi ona yazmaq, daha doğrusu ona ruhun üfürülməsi əmr olunur və 4 şeyin yazılması əmr olunur. Bu hədislərdə də həmçinin bəzi ləfzlərdə gəlir ki, birinci 4 şey yazılır, sonra ruh üfürülür, bəzilərində gəlir ki, ruh üfürülür, sonra 4 şey yazılır. Yəni hər iki ləfzdə də hədislər varid olmuşdur. Alimlər deyirlər ki, yəni bunu necə cəm edirik? Cəm edirik ki, yəni burada yəni hər hansı bir hədisdə ravi yalnız tərtibat baxımından xəbər veribdir bizə. Yəni birinci budur, ikinci budur deyə bir şey sabit, bizim üçün sabit deyil. Sadəcə ravi bizə xəbər vermə baxımından və onu sonra kəlməsi ilə ifadə etmişdir. Və ruh nədir? Ruh cismi, bədəni dirildən, ayaqda tutan da, lakin onun ruhun üfürülməsi, onun keyfiyyəti isə bizə bəlli deyil. Və biz bilirik ki, ruh nədir? Cəninə, ana bətnində olan uşağa üfürülür və cisim də onu qəbul edir. Bunun keyfiyyəti barədə Rasulullah sallallahu aleyhi və səlləmə soruşurlar, ruh barədə, bu barədə ayə nazil olur. Və yəsəlunəkə anir ruh, səndən ruh barədə soruşurlar. Qulir ruh min əmri Rabbi, deyir ki, ruh mənim Rəbbimin işindəndir. Yəni Allah Azə və Cəllənin işindəndir. Hansı ki, Allah Azə və Cəllə onu yaradır, onun necəliyi, keyfiyyətini Allahdan başqa kimsə bilmir. Və mə utitum minəl ilmi illə qalilə. Bu barədə sizə çox az elm verilmişdir. Və bu əslində bir növ, necə ki, Şeyx İbn Hüseymin Rahimullah buyurur ki, bu bir növ nəydə qınaq idi ki, sizə aid olan məsələlərdən danışın. Aid olan məsələləri öyrənin. Yəni, məyər bütün məsələlər qurtardı, artıq siz nədir, ruh barədə soruşmağa başlamışsınız. Və bundan sonra deyir ki, fəyu'məru bikətbi arba'i kəlimət. 4 kəlmənin ona yazılması ona əmr edilər. 4 kəlmənin ona yazılması əmr edir ki, bu 4 kəlməni o yazsın. Və o kəlmələrdən birincisi deyir ki, ruzisidir. Ruzi burada nədir? İnsanın faydalandığı hər bir şey bura daxildir və istər bu bədəni ayaqda tutan ruzi olsun, istər də din üçün olan bir ruzi olsun. Bədəni ayaqda tutan ruziyə nə daxildir? Yemək, içmək, geyim, ev, minik və s. Bunlar hamısı Allahın verdiyi ruzilərdir. Din ruzisi hansıdır? Elmdir, imandır. Bu da Allahdan bir nədir? Ruzidir. Hansı ki, bu ruzi düzdür, hər insana verilmir. Və hədisdə bunların hamısı qəsd olunur. Ona ruzisi dedikdə, bu ruzisi yazıldığı zaman bunların hamısı təfsilatlı şəkildə yazılır. Sonra deyir ki, ikincisi ona əmr olunan və əcəlidir, ömrüdür. Yəni, onun bu dünyada qalacağı miqdardır. Və insanlar bu məsələdə fərqlidirlər. Yəni, insan var çox gənc yaşında, bəzən doğulan kimi vəfat edir və bəzi insanlar var ki, 100 yaşı da keçir və hələ də həyatdadır. Və bu, Allah Azə və Cəllənin əlində olan bir şeydir, insanın əlində olmayan bir şeydir. Baxırsan, insan sağlığına diqqət edir, deyir ki, mən gec öləcəm, mən yeməyimə, içməyimə, sağlığıma diqqət edirəm, çox sağlamdır və mən 100 ili də keçəcəm və s. Bir də başına məsələn bir avtomobil qazası gəlir, ölür. Və yaxud hər hansı başqa bir şeydir, başına elə bir şey gəlir ki, yəni bunun gözləmədiyi bir şeydir. Bu elə bilir ki, ölüm yalnız insanın xəstəliklər səbəbilə olur, xəstələnir, xəstələnəcək, bundan sonra xəstələnməməsi üçün əlindən gələni edir, lakin ölüm elə yerdə yaxalayır ki, heç özü də onu gözləmir. Və Şeyx İbn Hüseymin Rahimullah bir dənə olmuş hadisəni gətirir ki, yəni ki, bu deyir, Oneyzədə olmuş bir hadisəni sizə zikr edim. Yəni, bu da deyir, bu qissə də xəbər verir ki, insanın subhanallah həyatını tamamlamamış, hətta bir dəqiqəsi olsa belə, bir saniyəsi olsa belə, onu tamamlamamış bu dünyadan köçməyəcək. Deyir ki, Oneyzədə olur, yol kəsişməsində bir motosikletlə bir maşın bir-birinə yol verir. Motosiklet gözləyir, deyir, insan gözümüzün deyir qarşısında gözləyir,
maşına yol verir ki, keç. Maşın da ona yol verir ki, qoy bu keçsin, sonra mən keçim. Yol kəsişməsidir. Və deyir, ikisi də deyir, bir dəqiqədən artıq bir müddət gözlədi, deyir. Bir dəqiqədən artıq gözlədi və sonra ikisi də eyni vaxtda hərəkət etdi, deyir, maşın deyir, motosikleti vurdu. Motosikleti sürən də öldü, maşını sürənin arxasında oturan da öldü. Deyir, deməli, onların bir dəqiqəsi qalmışdı, o həyatı yaşamalıydılar. Həmən yola girmədilər. Ta ki, deyir, o həyatlarını tamamladılar, yaşayandan sonra hər ikisi yola çıxdı və həmin qəza, deyir, baş verdi. Burada həqiqətən insanlar üçün bu şeylərdə Şeyx buyurur ki, doğrudan da bir ibrət vardır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də Allah azə və cəllə Quran-ı Kərimdə buyurur ki, وَلَنْ يُؤَخِّرَ اللّٰهُ نَفْسًا اِذَا جَاءَ اَجَلُهَا Əgər bir nəfsin əcəli gələrsə, Allah o əcəli onun üçün gecikdirməz. Və şeyx deyir ki, bəzən insanlarda bir sual çıxır ki, yəni insanın ömrü, əcəli virasib olan bir şey demək. Yəni vərəsəlik nədir? Yəni belə bir şey varmı ki, məsələn, bu filan kəs uzun ömürlüdür, bunun övladları da uzun ömürlü olacaq. Bunların, bu nəslin kişilərinin məsələn ömrü az idi, bunun övladları da az olacaq. Şeyx deyir, xeyr, belə bir şey yoxdur. Nə qədər uzun ömürlü olan ailələr, atalar var ki, övladları atalarının ömrünün yarısı qədər yaşamayıb. Nə qədər də gənc vəfat edən atalar var ki, amma övladları çox uzun müddət yaşayıblar. Yəni, bunun belə bir qaydası yoxdur ki, yəni, bu nəsil uzun ömürlüdürsə, burada olan hər kəsin ömrü uzun olacaq. Belə bir şey yoxdur. Və sonra deyir ki, üçüncüsü, insanın əməli yazılır. Yəni, hansı əməllər, sözlər, feillər, qəlb əməlləri fərq etməz. Və insanın bütün əməlləri, orada mələk onun üçün yazılar. Və sonra xoşbəxt və bədbəxt olması. Və çünki bu da sonluqdur. Xoşbəxt və bədbəxt olmaq sonluqdur. İnsanın həyatının sevinclə bitməsi, yoxsa əksi olaraq bitməsidir. Allah Azə və Cəllə buyurur ki, فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ Onların bəziləri bədbəxt, bəziləri xoşbəxtdir. فَأَمَّا الَّذِينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَقِيٌّ Nədir? Bədbəxt olanlar cəhənnəmdə olacağını Allah Azə və Cəllə bizə xəbər verir. Amma xoşbəxt insanların isə cənnətdə olmasını Allah Azə və Cəllə bizə xəbər vermişdir. Və bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bəyan edir ki, nəfsim əlində olan Allaha and olsun ki, sizdən biriniz cənnət əhlinin əməli ilə əməl edər. Və bundan sonra yəni hədisin axırı hansı ki, qəza və qədər məsələsini özündə ihtiva edən məsələdir. Bu məsələ haqqında da inşallah gələn dərsimizdə ətraflı danışacağıq ki, yəni insanın həyatı, ömrü nədir? Allah Azə və Cəllənin yazdığından kənara çıxmır. Yəni qəza və qədərə imanı əhatə edən məsələlərdir. Bu barədə inşallah gələn dərsimizdə məlumat verəcək. Allah Azə və Cəllə istəyirəm bizi eşidib faydalanlardan eləsin. Eşidib yaxsına tabi onlardan eləsin. Subhanəkallahumma bihamdik. Əşhədən la ilahə illə əntə, əstəğfiruka və etûbü ilayk.